Moddu. Elə görgün. Bir tek Tunar, çok sağ olun. Sarıqına qoysun. Anamdır hə. Biz doğru, Tunar. biz. Gel de qoy. Gel qoy. Göstərirəm anamın saçın tükünü. Bu anamın saçın tükünə gəl. Dayan, göstərəcəm. Gözü qodanışıb. Gözü qodanışıb. Neyse, anam xəstəliyə düşəndə burada elə bir insanlar, içi fəsad insanlar vardı ki, gəlib burada yazırdılar ki, anan heç sağalmasın, nə bilim nə olmasın, oxuyurdunuz özünüz gözünüzlə də burada. İndi anam sonucu şuamızı gedir. Anam deyir sağalıb. Deyir ha. Saçın tükü də yerinə gəlir. Deyir ha. Deyir ha. Partlayın, çartlayın. Çartlayın, partlayın. Yeri git. Burada böyle. 2025 tane verdi. Bizim tükümüzü aldı, bize tüy verdi. Təzə düy verdi. Şükürlü içinde olasınız. Sizin dualarınız var. Dualarınız, güzel sözleriniz. Ondan sonra bizim için birisi nedir? Dünyalar. O da onun dadındadır. Yo, yo. Yo, o dadı vermir. Ne köşe şirin ben yerim. O gün veriyorum. Al bu buz değil. Haldetten de çıkarttı onu öyle. Ha? Fantan işte tutardı. Şükürler içinde olasınız. Tunar çok sağ ol. Şeydi o almadan doğru yerine hala denk olmayanlar. Hazret olmayan almıyor. Şey ha burada da ne? Al. 30'da 5 arsız. Doğru ye. Düzgün mü daha bu? Çok sağ ol. Bir uşaqlar usta hörüfdür. Harca 2 daş qalıbdır evin üstündən. Ondan sonra piləkəni artırır. Biz də səhər şuaya gelib gələcək. Yerdə qalan daşı da vuracaq zabura. Ki yerdə artıq yolda daşımız qalmasın. Səhər işləyəcək. Hə, belə. Yaxşı, yaxşı. Bilmiyor olmasa bu gün hava O səhər vuralma olacaq. verdiğim şey yoktu da. Sema xanım, çox sağ olun. Cibiniz dolu olsun. Allah var eləsin. Çox da güclə O 1 manat, 1 qəpik, 10 manat, 5 manat, nə 3 manat. O çörəyinizi bizlə bölüşürsünüz. Çox sağ olun. Cibiniz dolu olsun. Dəhşət su yoxdur, hava, adam dondur. Mən orada ölürdüm su yoxdan. Ustalar işləyir, qızışır. Mən də durmuşam, dinmirəm ki, orada Ben dondur. de getdim ki xəstə çoxdur. Gözdəki orada Səhər buzxana. 9-da gələcək ha maşın. Niyə? Tez gələk gələk ha. 9-da gəlsə 15 sənə orada olacaq. Elə bilirsən ki, elə... Günə gec çıxdıq oradan. Çünki mən gedim orada ximyanın qabağını bağlatdım. Plütenin qabağını bağlatdırım Gel da. bağlatmış, orada bağlan nömrəsini alaraq. Əgər desələr ki, bağla, zəhvur dəyəri bağlayalım. Azər qızı çox sağ ol. Bakıda niyə köçdün? Yaşaya bilmədim Bakıda. Bərdədə xoşbəxtəm mən. Mən Bərdədə doğulmuşam, Bərdəni də sevirəm. Mən bacı Hirdalandan ayaqlaşa bilmədim. Xoşum gəldi, yaxşı yerdi. Ondan sonra çox gözəl yerdi, çox mədəni yerdi. Ondan sonra çox belə mərfətli, çox ləyaqlı yerdi. Ondan sonra qapını elə bir pəncərəni açdın, çölə baxmaq istəyirsən, uşaqlar bir-birinə söymür, çıxılı-çıxılı uşaqlar küçələrdə gəzmir. Səhərə kimi motosikletin qurşitlərini cırıqlar, dır küçələrdə yoxdur, qəti şəkildə probka yoxdur. Ondan sonra insanları çox mədənidir, çox gözəldir, çox xoşladım. Ondan sonra təbii ki mədəniyyətsiz izləyicilər də var. İzləyici nəymiş? İnsanlar da var idi. Amma yəni belə bir sözlə desək çox gözəldir. Elə bil Azərbaycanın elə bir Xırdalan deyilək ərazisi var, amma Bombeydir. Hırdalandı, hırdalan. Hirdalan. Bu da qız yoxdur ha, elə ben qız yoxdur. Şəkili bildim. Mən qızı deyəsin, mən qız anasıdır. Ayrı qız yoxdur burada. Yəni inşallah qurban kəsmək istəyirik. Dedim, birisi nə vaxt qurban kəsir? Dedim, Toma xanım dedi ki, yanvarın 15-dən sonra gəlin yanıma. Dedim, Toma xanım yanına gedək gələk, sonra qurban kəsərik. Elə yaxşıdırmı? İndi kəsməyək. Toma xanım yanına gedək gələk kəsərik. Görək hələ bir Toma xanım nə deyir? Çünki bizə akıllı ilaç vurulmalıdır 5 ədəd. O biri qızı evin sakinidir, qızıdır, evin qızıdır. Yalan değil, hambaldır.
Çox sağ olun. Allah qəbul. Ekran tıklayanlar ne güzel tıklayırsınız. Teşekkür edirəm. Kaş Tima kimi oğlum olardı. İnşallah. Niye olmuram ki? Sən də oğlun olaram. Anama nətər baxıram, sadə ilə baxaram. Salam nöqtə bəy. Qabaq gəlinə deyirlər ki, gəlin evin süpürgəsidir. İndi bu evdə qız var da, qız evin süpürgəsidir. Hə, toz soranı. Kimin yaxını, özü xərçəng xəstəliyindən əziyyət çəkirsə, Allah köməyində dursun. Bilirsiniz ki, mənim anam da xərçəng xəstəliyindən əziyyət çəkir. Allah köməyində dursun. İnşallah tez sağalar. Bizimki kimi anam məsələn, mənim anamın başına tüylənir, prosedurlarımız azalıb bitmək üzrədir. İnşallah sən də tez müddətdə onlar tez müddətdə sağalar. Allah səbəb salsın. Yolunu açıq eləsin. Gör biz şeyə başlayanda ona nə deyirsən? Nədir? Malcıya biz başlayanda elə bilirdik ki, qurtarmayacaq da bu. Çox uzun gedəcək. Ay Allah bu bitəs şey deyil. Allah belə Allah. Uşaqlar gedin malcı olun valla. Çox biraz əziyyətlidir amma inşallah bəhrəsini görərsiniz. Əziyyət çəksiniz amma özünüzə qaydanda daha gözəl qayıdırsınız. Daha gümrah qaydasınız. İnşallah Allah köməyinizdə dursun. İnşallah tez sağalar. Sağ ol, çox sağ ol. Nöqtə müəllim, yaxşı olasan. Kimsəyə dəqiqədə bir yazır. Kimə? Atom var. Atom var. Yox, atası yox, atosu yoxdur. Atom. Görməz. Yoxdur. Görməz. Dedem bax. Yaşayır da, yaşayır özü üçün. Deyə, dedem oturub burada, anam oturub burada. Ana qayçın neynədir? Deyir orada qutunun içində. Niyə mən qaç nədir orada? Valla Şəhram dəmir qaçın neynəsə yoxa çıxartdım. Şaf şeydə, kuxunan sürməsin. Çox sağ olun. Dur, tak etmədi. Biraz da tıklayın 300 min oluruq gözəl izləyicilərim. Gülünüz olmaz. Dur, gətir. Çox sağ olun Nöqtə müəllim, təşəkkürlər. Qəmbərova çox sağ olun. Bayram hədiyyələri çıxıb geçəkdir. Atın. Atın. Atın ne deyir? Atın. Ha? Qayçı TikTok'dan qutunun içində. Çox sağ olun. Sabina çox sağ ol. Real çox sağ ol, təşəkkür edirəm. İndi baxacağam da uşaqlar səhər indi mən də gedəcəm Gəncəyə anamla Şuaya sonuncu gündür həkimlə görüşməliyəm. Onu mən gedim gəlim ora indi çatdırıb tez gələ bilsəm, hə orada canlı servisi göstərərəm. Qapını zad açdığı oradan yarmışıq. Bir gündədir oralar. Sizin de bayramınız mübarək olsun. Ayla xanım çox sağ olun, cibiniz dolu olsun. Ana üçün deyir, atdım çox sağ olun. Hər kim nə atırsa Allah köməyində dursun. Sizin o bir qəpiniz 1000 qəpik olsun, 1000 manat olsun. Başınızdan töksün. 300 olduq, peki bunu 400 eləyək. Peki 1 milyon eləyək. Az güc sizdədir. Elə bir 100 min 1 milyon eləyərik. Deyə gör nətər tıkımız gedir. Çox sağ olun, sizə qurban olun. Məndən cavab daşı. Arada da fikrin yayını. Bayrama nə ayıracağıq? Bayrama. Qəşəng bud alaram. Yaxlayıb. Bud. Şeydir, qəşəng. Özüm qapıda burada kebablayaram. Bud. Tüyük budu. Bazar üstü doludur. Kimsə yazır Rusiyadan salam. Bu yeməkdən də bu səs gəlir düşür. Ses gəlir, mənə gəlir. Mən reklamlayacağım buralarda. Şimdi ne bileyim. Deyəcək 400 min oluruq. Bərdəlik. Bu da alacağım ay paşa. Mənim imkanımız nə üzür gidik. 50 manat, 100 manat verir. 23 manat dedik. Güzel. Öylədir. Körpə quzey, qoyun ucuzdur. Qoyun 18-20 manatdır dəsən. Ya 18-19 manat. Zır dəli. Pərviz çox sağ ol, Emir çox sağ ol. Hə, elə adı zır dəlidir. Əllərim yoruldu. Heç nə olmaz az bir parmaqla səni kim tanıyır, ikinci parmağına keç.
Anam pensiya alır, hə. Biz indi səhər Gəncədən gələndən sonra gələn kimi geri düşürsən banisada yoxsa səhərsi? Səhəri. Orada həmən günü uşağımı alacağım da, həmən günü şey var. Hə, epikrizin zadını ora verməlisən də, eləmi? Hakim dedi epikriz verəcək, amma bülteyeni o tərəf verəcək. Ailə çox səhər epikrizi oradan alanda şeylə, orijinalını özündə saxla, özünü çıxarıb verir onlara. Çünki epikrizlər bizə lazımdır gələcək. Deyirsən, deyir, bu da olmaz. Bu da olmaz, belə olar. Buradan o bir öyle çolpadan molpadan mənim zəhləm gedir. Kart qoy. Sabir çox sağ ol, nöqtə çox sağ ol, cibin dolu olsun. Nöqtə müəllim çox sağ ol. Hinduşka. Səbir. Hinduşka 100 manat deyir. O gün hələ 150 deyirdi xoruzun düşkanı. Hinduşka çox bahadır. Nöqtə, ailə çox sağ olun. Deyə kartımızı qoydular buradan. Başlandı. Kül sənin başına. Ha yazıq, ha bədbəxt. Elə sən bizi güt. Elə bizim qəpiyimizi güt. Cəmaatın milyonlarına bax ağzının suyunu axıt, bizim qəpiyimizi güt. Daş başına. Normalde onlara bax da sənin onunla nə işin var? Nöqtə bəy, çox sağ ol, cibin dolu olsun. Yo, deyirəm ki, cəmaata atılan milyonlara bax ağzının suyunu axıt, bizə gələn qəpiyi güt. Çox sağ ol, ay Nöqtə bəy. Allah köməyiniz olsun. Təşəkkürlər, Allah var eləsin, cibin dolu olsun. Nöqtə bəyə takib atın, uşaqlar. Çox sağ ol, ay Nöqtə, Ulya, çox sağ ol. Həmişə güllü çiçəkli olasınız. Ulya xanım, çox sağ olun. Ulya. 50k. Da nədir 400k olduq? Deyir ki 500k oluruq. Az yox 500k oluruq. Ay Allah, nə qəşə tıqlayırsınız ay uşaqlar. Sizdən çıxmayanız, nə olub sizə? Məni görməyiblər, yəqin böyünlərim ona görə. Üstünə də canlaşmamışdım ha gecə. Şükür, salamatçılıqdır, şükür, yaxşılığa doğru gedirik. Deyir, büyün bilsən nə fikirləşmişəm. Düzdür, deyirik, amma ona əməl eləmir. Büyünü yaşamaq lazımdır. Büyün sevinmək, danışmaq, gülməklə. Səhər bilmir sənə başına nə iş gələcək. Səhəri boş verin, büyünü. Büyün üçün... Ben ona görə ruslar eləyirdi ana. Evin şeydir, nə evin içi var, nə çölü var. Yiyirlər, içirlər, araqdır. Araq alaq peki orası bir iki damqa. Yox. Ona şey kokteyl hazırlamışam. O bayramda içerim. Elə bir dənə o qalmışdı. Timçika deyil, səni çox istəyirik. Çox sağ olun. Değil, yoksa ben her şey dilerim. Salam, salam. Yeni il içər, yeni ildə içər. Mənim heç içməklə zaddan əvvəldən aram olmuyor. Uşaqlar, veteran kartım köçüb, pul köçüb, gözünüz aydın, 80 manat. Bir ay gözdəki 80 manat. At köçdü. Bərəkət, min bərəkət. Sevda xanım 2 manat atdı. Leo'dan 5 manat gəldi, Ayşə xanım 5 atdı. Çox sağ olun. Allah o 80 manata şükür, min bərəkət. Allah hamını ruhsunu versin. Hə, cibiniz dolu olsun. Təşəkkürlər. Allah nimət, min bərəkət. Ulya xanım, çox sağ olun. 80 manata bax. 80 manat, veteran pulu 80 manatdır da. Salam. Çox sağ olun, Allah hamını köməyində dursun, mən də içində. Axırımız Allah xeyir eləsin. Bu çəkdiyimiz zülmlər kimin evində xəstəsi var, axırını xeyir eləsin. Zülmü biz çəkirik, görürük. Kimi zülmləri çəkir, Allah axırını xeyir eləsin. Çorni nədir? Çorni xanım, çox sağ olun. Dalını oxuyamadım.
Fürsət özünü görmürsən sənin. Qız cəhimə. Cütüyün başına dön. İstedi gedir görür kuxman qapısını. Öp də. Dördüzdə biz zulüm çəkirik. Allah axırınızı xeyir eləsin, xeyrə calasın Allah. Настроение bozmak niyet no. Qız deyirsən, kimsən? Bu evin qulluqçusu. Ay Allah. Xadimətçisi. Kartımızda 10 mark geldi, bir de 9 mark geldi. Çok sağ olun. Ders deyicə dedim görün nə yer, bölümdə 3 dənə 0 var, nə var? Allah min bərəkət versin, qazandın hər kim atırsa. Sevda. Peşman. Var, bir oğlum var. O tərəfdən baxır. Sigaret çəkir. Hele bayrama çok var. Ha, 4 gün var. Çox var. Bir həftə var ya. 25-dir, 26, 27, 28, 29, 30, 31 həftə var elə. 36 gün. Gönül, çok sağ ol. Çox sağ ol. Biz bir aparatın yumurta düzələrik, ona görə oxşuyuruq. Uşaqlar, bizi kim takip eləmirsə, burada qırmızı takip işarəsindən, bax burada dostluq atsın bizə, dostluğumuza qatılsın. Takipçimiz çox azsın. Ekran tıklayanlar 600 min oldu bu ekrana. Maşallah gününüz olsun. İstəyəndə görsən eləyə bilirlər hər şey. Ben həmişə niyə belə tıklamırsınız ay uşaqlar? Benim həmişə ekran tıkım zevk olur. Amma indi qəşəngdir. Bayaqdan tək otururdun, indi 3 nəfərik. 3 nəfərin gücü yox, 1 nəfərin gücü yaxşıdır, 3 nəfərin. Bugün çox, həmişə çox orada canım. Prosto nasıl ekstra zevk gedir ekran tıkımız. Maman deyir, hansınızı çox istəyir? Oğluna söhbət yoxdur. Söhbət yoxdur, söhbət yoxdur. Deyir, anaya görə, mamiyə görə. 1 milyon olaq. Ücə 700 min uşaqlar 1 milyon ola bilərik. Nə qədər çox sağ ol. Seni terbiyesiz. Çok sağ ol Nöktər Bey, teşekkür edirik. Hə, mən fikir vermişəm. Anaların hamısı oğlumu çox istəyir. Fikir verirəm mən. Oğlu olan analarına çox fikir verirəm mən. Tepliyirəm. Balaca vaxtda səni dövdüm, amma dövmürdüm. Görürsünüz. Leşimi sərirdi. Mən də yuxuya verib qaçırdım. Yox, sən diş dururdun ki. Məni yatırdırdı, bir də baxdım, hovuzun içindədir. Uşaqlar məni boğurdular hovuzlamışlar. Nöktər çox sağ ol. Allah Dərgirdiyi düşürdü hovuza, boğulurdu. Hələ başını lapatka ilə də xalam boru yarmışdı. Cındırdılar da, ha uşaqlar. Balacaydı çıqqılıydı, çox arıq, döyüb öldürürdü. Həmişə zeyvi Yox, qoyun da. Fikirləşmədilər ki, zeyv böyüyüb oldu bir canavar. Qoy bunların balacalığına danışın, bir dənə şey. Qışın günüdür, evdə oturmuşuq. Gülşəndir, Elşəndir, bacımın bir oğlu var, odur. Deməli, gedib hovuzun başına çıxılıb, hovuzda bir 2 metr, 3 metr və gedə suyla dolu, qışın günü, içində də donub su. Otururlar hovuzun başında, deməli, Elşən də düşüb hovuzun içinə suya. Deməli, durub beləcə hovuza baxırlar. O da qalxır, yenir, boğulur, qalxır, yenir, qalxır, yenir. Heç biri də gəlib demir ki, balam, uşaq düşüb ki, hovuzun içinə. Ölür. O bir bacım qəfil nəsə çölə çıxmışdı. Elə yürüdü ki,
Elşən batır hovuzun içində. Bunlar da durub hovuzun başında baxırlar. O vaxtdan biz çox mehriban olmuşuq. Əlini atdı su hovuzun içindən qışın günü. Bax hələ boğub öldürürdülər. Balaca buydu deyə. O bunlar hamısı yekəydi. 1-2 yaş fərqləri var idi. Deyirəm, mənə məcaraları olurdu o vaxtı. Uşaq vaxtı o qədər. 8.000 olduq uşaqlar. Azalmış 8.000-ə. Küçük darvazanın altında qaldığın yadındadır sənin. Səndən kim idi? Zamin idi. Darvazanın yerinə çeyrəmişdik, yerlənirdik. Belə darvaza gedib gəlirdi. Travma almışam da indi mən. Travmalıyam. Darvaza petlədən qopdu, düşdü üstümüzə. Mən çıxdım, qaçdım, o Zamin qaldatdı. Bir dəfə də şirin çay tökülmüşdü üstümə. Şişə eləmişdim. Yanmışdım. Cız eləmişdim. Var, yox, Thompson alaqamız var. Deyir, həkimin nömrəsi soruşanlar var. Həkimin nömrəsi Tamara Quliyeva yazın, Instagramda gəlir. Öz səhifəsini özündən alın. Orada yəqin mencəyinin sestrasının nömrəsi olur yəqin ki. Azərbaycanda çox güclü, gözəl həkimlərimiz var. Tamara Quliyeva da onlardan biridir. Milyon dəfə alqış eləyirəm Toma xanıma, elə Tamara xanıma bütün gün alqış eləyirəm. Mən Döyülməmişim. həmişə mən Mən döyürmüşəm. döyəm olmayıb. Leşim atırdılar. Cəzanə doktor kimdir? Ankoloji. Yox, onlar tanımır, nə deməkdir. Şu an səhər bitir. Səhər sonuncu şuamıza İnşallah. gedirik. Səhər Gəncəyə gəlirik. Gəncə İnşallah. doluşur. Elə gəlməyimizə Şuan qayıtmamız bir olur da. Şuaya girir, çıxır qardaşıyıq. Mən həkimlə görüşəcəm. Ximya həkimi Görüm kimi. qardaşım. Zöhrab həkimi idi Gəncədə. Ximyanı biz Gəncədə aldıq, indi də Şuaya gedirik də. İnşallah səhərdə qutarsın. Allahın məsləhəti ilə. Hardasın? Evimizdə. Bərdədə. Yığışmışıq ocağa. Deyir, sənə sözüm var, deyil, nə deyir? Deyir 8.000 neçə olduq, 1 milyon olduq. 800. Dayanmadan tıklayaq uşaqlar. Şuanın bəni. Şuanın 3 günü idi getdiyim yaranın mayesi qurudu. Yəni gəlirdi də, yəni Halal maye olsun çıxardı. ki, ananı həyata qaytardın. Mən anamı həyata qaytarmadım. Ən birinci Allah. Göydə Allah yedi. Sonra izləyicilərim, sonra da anamın gücü. Yox, ən birinci Allah. Sonra anamın gücü, sonra da izləyicilərim. Allah sizi getirdi bizə. Ondan sonra Allahın sayəsində yavaş-yavaş sağalırıq. Ondan sonra anam güclü oldu. Sizlərin sayəsində də müalicə elədik. Anam güclü olmasaydı, ximyaları götürə bilməsəydi, sizin pulunuz da bizə yəni çarə olmayacaqdı. Amma anam güclü oldu. Sizin dəstəyinizlə anamı müalicə elədik. 1 manatı, 5 manatı, 10 manatı, ondan sonra ekran tıkı ilə dəstək olan, bir yenə gül atan, kim mənim anama dəstək olursa, Allah başından döysün. Allah ürəyinizə görə versin. Çox sağ olun. Sizin haqqınızı heç vaxt itirməyəcəyik. Bizim tarixə kimi, ölənə kimi, çürüyənə kimi beynimizdə bir şey qalacaq ki, bizim anamızı müalicə edən insanlar olubdur. Bu şeyi unutmaq olar. Biz tez unutqanığı yadımızdan çıxardacağıq hər şeyi. Çox sağ ol, Yaguar. Cibin dolu olsun. Təşəkkür edirik. Allah var eləsin. Şükür, bənə. Həmişə şükür dilinizdən əski eləməyin. Sən hərəkət etməsəydin, heç kim dəstək olmazdı. Güclü var, vecinə olmur. Yo, niyə ki? Sağ olsun, mənim elə vecsiz uşaqlar, mənim, nə bilim, elə adamlar var ki, yəni. Toma həkimdir. Tamara xanım. Tamara Quliyeva da familiyası. Çay için içmək istəmirəm mən. Mavi kalp bırak çocuklar. Sağaldı. İnşallah. İnşallah.
Bir gündən səhərə bilmirsən, başına nə iş gələcək. Hələ ki, şükür, sağalmaq üzrəyik. Sizin sayənizdə, Görsən, alqışlarınız amma sayəsində. həqiqətən görsə deyilir kimin axırı, kimin əvvəli. Gördünüz, mən ən azından tanındım. Tanınmasaydım, məsəl üçün, heç kim bizə dəstək olmayacaqdı. Biz tanınmayacaqdıq. Ondan sonra belə, yəni heç nəydə yaxşı olmayacaqdı. Evi satıb gedəndə hamı dedi ki, ağızsız oldu, niyə getdi, nağardı. O yüzden o da bir iş idi ki, sən satdın, getdin, biz ondan sonra öyrəndik də xəstəliyi. O ev olmasaydı çox çətin olacaqdı. Kartımıza ABB-dən 15 manat gəlib, Zülfiyə xanım da 5 manat atıbdı. Çox sağ olun. Allah minqat əvəzini versin, Allah ürəyinizə görə versin. Yaxşı ki, varsınız. Çox əziyyətli bir şeydir. Çox, yəni, proses yorulur adamda. Gör neçə aydır, 8 aydır. 6, 7, 8 aydır. Maydan bildik də, mayın əvvəlindən. Yəni, amma Leo'dan bir gəldi, çox sağ olun. Axırda ki, o bəhrəsini görürsən, onda elə Deyirsən ki, o özünə dünyaya dəyir. təzdən doğulmusan. Təzdən gəlirsən həyata. Lalə xanım, çox sağ ol. Bax, bilsə nətər oldu? Elə bir günə ki, məsəl üçün, mən şey eləyirdim, ay Allah, məsəl üçün, mən akıllı ilacın pulunu ilə yığacam, özümü çırıqlayıb dağıdırım, izləyici mənə yazırdı ki, aşağı dəstək olacaq, aşağı dəstək olacaq, aş deyir, sağ dəstək olacaq, sağ 1 manat atacaq, sən yığarsan 3000. Deyirdim, ay vacı, mən bunu qəpik, dama. Elə adamlar çıxdı ki, 100 manat atdı, elə adam çıxdı ki, 500 manat atdı, 777 gəldi çıxdı, 009 gəldi çıxdı, izləyicilərim hələ burada atışdı, Allah bütün müalicələrini elə rahatçılıqla elədik ki. Bu Aytəkin var idi, Aytəkin adında. Gördün nə qədər kömək elədi o. Onu deyir də. O sıdır, sığ. Leo'dan 2 gəldi, çox sağ olun, Allah var eləsin. Anamın müalicəsi uşaqlar çox rahatçılıqla getdi. Razısan ondan? Kimlə? Sənlə, şeyimizlə, yəni çətinlik çəkmədik. Yox. Allah hamının köməyində dursun. Elə belə mənim Yəni sürünmədik də anamı müalicə eləmək üçün. Müalicəsi də hasadçılıqla getsin. Xəstəliyi də mənim kimi hasadçılıqla getsin. Yəni düz deyil. Əziyyət başqa şey. Yəni deyirəm ki, sürünmədik. Yox, sizdə biraz çətinlik olurdu. Otururdum yarım saat, 1 saat, yarım. Qəfildən 10-15 dəqiqənin içində hər şey elə bir anlıq olurdu. Yığılırdı. Elə olurdu 1500, 2000 qalırdı. O yarım saatın içində heç nə elib qəfildən yığılırdı. Elə bil o anamın bir şeyidir də. Bir anlıq bir şey olurdu. Anamın bir mələkliyi idi. Bir də ki, yaxşı Allah Günel xanım 5 manat atdı bizə. Çox sağ olun. Allah var eləsin. Yaxşı insanlarla. Elmira xanım 20 manat atdı. Elmira xanım çox sağ ol. Cebin dolu olsun. Allah var eləsin. Çox sağ olun. Elmira xanım çox sağ olun. Yəni yaxşı həkimlərə qismət eləsin. Olanda da yaxşı həkimlər qarşına çıxarsın. 1 milyon oldu ona bax ekranımıza. 1 milyon. Çox sağ olun. Əlləriniz qollarınız Bir mov yazırdılar. Elə 1 milyon olan da elə yazılmışlar. Çox tez tıkladı sağ bu arada. Bəsdir də tıklamanız. Çox sağ olun. 3 manat gəldi Leo'dan. Çox sağ olun. Cebiniz dolu olsun. Evdədir. Allah köməyiniz olsun, yaxşı olar inşallah. Axır səfər anamla Şuaya gedəndə həmin günü 4-5 nəfər çox idi. Anam da biraz içərdən gec çıxdı. Ay Allah, hər bir tərəfdən danışdı, gipnoz oldum. Oradan çıxdım, inarsız gəldim, xəstələndim. 3 gün ayılmadım mən. O qədər belə qəribə hala düşdüm ki, hərəsə bir şeydən danışdı, hərəsə bir şey xəstəliyin bir şeyindən danışdı. Özümü bir anlıq elə xəstə hiss elədim. Sevinç xanım 10 manat atdı, Yəni, Leo'dan 2 gəldi. Hələ o xəstəliyi yaşayanlar nə bilmək. Gör nə qədər güclü insanlardılar ki. Minnətdaram.
İnayət. İnayət 4 Akgönüllü addır. hanı burada? Hə. Çox sağ olun İnayət xanım. Nasıl onu demir? Adı nədir? Uşaqlar, bir də biz sizdən bir şey məsləhətləşmək istəyirik. Bax, indi indi içimizdə bizdən də ağıllı insanlar var da canlı yayımımızda. Bax, elə bir günən ki, elə bir biz protokola uyğun gəlmişik, indi elə ki müalicə eləmişik. Biz protokoldan bir damcı belə qırağa çıxmamışıq. Qanunla nə yazılıbsa onu eləmişik müalicəni. Prosto indi şuamıza gedirik. Şuadan sonra akıllı ilaç vurmalıyıq anama. Amma akıllı ilaç vurmaq üçün imkanımız yoxdur. İndi akıllı ilaçlar bahadır, başa düşürsünüz. Elə bir bunu bir 1400 manat buna versək, bir bunun xəstəxana ödənişi falan filan bu gəlir çox çıxır üstümüzə. Evə alıb gətirməli, dərmanı zadı bu çox gəlir çıxacaq üstümüzə. Biz istəyirik ki, akıllı ilacı eləməyək. İstəyirik ki, akıllı ilacı eləməyək, həkimimizə nə məsləhət eləyək, akıllı ilacdan imtina eləyək, nə məsləhət görürsünüz? Çünki 5 dənə akıllı ilaç bizim imkanımız yoxdur alıb vurmağa. Alma. Həkim dedi ki, gələrsiz, yanvarın 15-dən sonra gələrsiz, oturub ximiya həkimi ilə də məsləhətləşərək görək nə deyir. Yenidən yoxlanışlardan keçəcəyik, ximiya həkimimiz də görək, Bakıdakı ximiya baş həkim nə deyir. Amma həkim dedi ki, protokola uyğun vurdurmalısınız. Həkim məsləhət eləyib. Çünki biraz çox bahadır ya uşaqlar, yəni heç cür mümkün deyil, başa düşürsünüz. Mən heç o, məsəl üçün, desək ucuzundan qurdur, ömür boyu mən ondan işim, ximiya ilə zadla işim yoxdur. Deyir, bu şeydir. 260 alıram. Akıllı ilacı 260 manat. O şeydir, ximiyadır, akıllı ilaç deyil. O ximiyada. Bərdədən biraz latar idi, qara Seyid Yusufluğun Kartımız var burada. Dedim, mən Ağcabədiyə gedəcəm, dedim, Nəyə? Şuadan sonra. Bir Ağcabəddə də var imiş, onkologiya. Uşaqlar, indi biz ev yox, qoy onda deyir, kart yığarıq canlıdan, o akıllı ilacım. Onda qoy biz gedək həkimimizə yanvarda. Görək həkimimiz nə məsləhət görür. Yox, əgər vacib bizi orada dirəsə ki, sən bunu eləməlisən, bu çox vacibdir, onda eləyərik. Onda canlı açaram, inşallah yığarıq. Sizlə məsləhətləşərəm, yığarıq. Ülviyə xanım 5 manat atdı kartımıza. Çox sağ olun Ülviyə xanım. Cibiniz dolu olsun. Allah var eləsin. Həkim qoy görək nə məsləhət edir. Hə, onda deyərəm sizə. İndi üzünün cavabı, üzüyə düşəcəm də bu uşaqlardan sonra. Həkimin yanına gedəndə orada üzüyə düşəcəm. Ondan sonra həkimlə qərar verəcək, onda baxarıq da hələ. İnşallah. Heç ona ehtiyacı olmaz elə şu an da tutararıq. Yəqin ki, o dərman deyir, neçə illik dərman yazırlar. Elə onu da yazır. Ömrünün axırına kimi yəqin ki, dərman deyir olur, onu atmalıdır. Çünki həkim də mənə demişdi ki, prosedural bitəndən sonra İnşallah. dərman olacaq, İnşallah. ömrünün axırına kimi atacaq. Bir elə 8 ximiya aldıq sizin sayənizdə. Hə, veteran pul keçibdi. Əməliyyat oldum, şuamı aldım. İnşallah bununla da qutararıq. Şeyin başını bıraxın, az xəstəliyin başını bıraxın, qəşək şey. Ölüb, gəlib danışır. Aynı gedən kimi deyir ki, danışır. Məsələ danışmaz. Şua ondan ötürü ki, yaranı qurudur. Yaranın qurumağına səbəb şuadır. Ayrı bir şey, yəni. Çöldə bir su yox var. Diskinləyir. Bayramın günü heç olmasa qarşıdan əziz gün gəlir. Bu xəstəliyi qoyaq qırağa. İnşallah. Deyir, kart burada. Xəstəlikdən danışmaq da. Şua baxaq. 1500, 1200, baxır 15 gün. Onun gündəliyinə baxır, neçə gün yazır, neçə ay Elə yazır. adam var 15 gün, bizə 15 gün, 20 gün gedən, bir ayda gedən var. Tameksifen, tabletka. Şəkər nətər, təzyiq nətər, o da elə də, onun da axıra qədər dərman olur. 15 gün, mən 15 gün yazıbdı da hələ ki.
Bəlkə dəyişək yenə getib. Zobu dərman nə tərəfə, şəkəri, təzyiq o da elə. Ömürlük dərman yazacaqdı. Ömürlük elə bilən ki, dərman olacaq ki, yəni Yox, şu ağrılı deyil. Şua yox, elə biraz halsız olursan. Yəni Özdə kim deyəcək ki, şua başı tökür, tökmür. yox, Allah töymür, şua Şua saç töymür, yox. Ximiya tökür, ximiya. 5 illikdir, deyir, ömürlükdir. 3 manat deyər. Yəqin o xəstəliyin dərəcəsinə baxır da ki, neçə illikdir, ömürlükdür, nə bilim, nə vaxta kimi. 5 il, 10 il, o çox güman ki, xəstəliyin dərəcəsinə baxır. Bir var xoş xəstəlik, İnşallah bəd xeyir, xəstəlik. şərri olar. Məndə hamısı bəd xəstəli çıxdı da. Yəni analizdə əvvəldən, əkilməsindən, hamısından bu götürüləndən sonra, bir sənə götürüləndən sonra onun analizindən tutmuş hamısı bəd xəstəli çıxdı, hamısı. Bir el adam var, gün biri vardı, deyir ki, sizdə xoş xəstəlidir, sonra Çevirdi. oldu bəd xəstəli. Yəni mən əvvəldən nə xoş olmadı, nə bir şeylə əvvəldən bəd xəstəli çıxdı. Allah şəfanızı versin. Yaxşı olar inşallah. Sağalmağa gedir. Allah köməyiniz olsun. 15 gün şu an neçəyədir? 1000 manat, 1500 manat, 1200 manat əlində pul var, elə də verir də. Yəni. Bir qiymət deyir də. Deyir, mənim anam 8-7-ci şuanı alacaq. Ximya. Az dənə qalıb, biri qalıb da, ana. Ximyanı. Ximyan deyir, 7-ci ximyan al. Daha qalıb, biri qalıb da, gedin alın onda. Ondan sonra da yəqin ki, həkim nəsə məsləhət görür. 8 Yüngülvarı olanda bax, orada soruşuram. 2 dənə, 3 dənə, 6 dənə ximya alanlar var, yüngül olanda da yəni. Amma bəd xəstəliyi 8 dənə deyir. Kartda kimin adı çıxır? Hüseynov Elşən Eşşəyoğlu. Çətindir bənə. Pensiya düşür. Hə, pensiya 250 manat alıram da, 3-4 ayda hardasa alıram. Mavi kalp bırak. Ximya, hə, çox çətindir, çox. Yəni bu prosedurun içində ən çətini ximyadır. Ximyanda niyə ağrı verir? Sümüklər ağrıyır, əl-ayaq pis günə düşür, nə bilim, Qabıqlayır, yanır. Şeydir. Onları birisi nə eləyir? Perjetan. Yox, ximya. Yox, ximya yox. Sarı Zarziyo, qarın iynəsi. O sümük ağrı verir. Hə də, zarziyo hər şeyə. Ağzının zadın üçün oxu, zarziyo qoyurdan o günə. Burayı yox, tiskinlir, yağış ya. Kartımıza 5 manat Bayramda- atdı. Asudə, çox sağ olun. Bayramdan qabaq, bir gün qabaq mən özüm canlı açaram. 2 cür orada deyir, salat deyir. Deyirəm, orada 2 cür salat eləyəcəyik. Bir yerdə eləyərik. İş mən tapıram nə idi? Tapmağa qalsa öz işimdə var. Prosto mən nətər anam qoyum gedim. Evin bir heylə, mən bir stakan çay süzüb qoya bilmirəm. Və yeyirlər, bir zibili var. Zibili burada qoyurlar. İşlərə qul. Bəni deyirlər ki, Yazıq, evin qul. süpürgəsi. Səhər saat 11-də dururam. 11-in yarısı dururam yuxudan. Gecə saat 12-yə gedib qarışqa kimi hərrənəm bu evdə. Sonra deyirlər, nə işləyirsən? Düz yer, nə iş görürsən? Bu da əlinə gələn bastı şkafa deyir, təmizləyirəm. Sonra da şkafdan düşür, xışış olur. Beş manat mənə. Çox sağ ol, Sevda. Təşəkkür edirəm. Cibin dolu olsun. Bu gedəndən sonra var ya, evi belə alt-üst eləməlisən ki, harasa nə basıb, onu taf çıxardıb qoyasan ki, axtarında tapasan. Əlinə gələn basır o püşüyə, bu püşüyə. Mənim evimə keçmiş, mənim getdi yazdı ancaq. Bedəmdə yanvarda gedim. Yox. Nə var ki, yanlarda gedə, su yox, sel yox. Mənim istilik yox. Su qızdıran arsan. Kuxnam yox, amam tolu, heç nə yox. Su qızdıran arsan, vedrada qızdırırsan, yay gəlir qabıqdan. Töksən başını. Mən ancaq yazı ancaq gedirəm. Tam 11 ximya aldı. 3 manat mən atdım. Gizli biri çox sağ ol, cibin dolu olsun. Hə, pensiya alıram 250 manat. 3-cü qrupdur. 3-cü dərəcə idi. Pensiya 2-ci qrupdur. 250 manat. Ailəcə buradan ağarırıq. Konsert veririk. Pilates çox sağ olun. Çox sağ olun.
Binəqəddən. Az mənim Binəqəddə evim var idi. Mənim başım xarab edirsiniz, hər dəfə gəlirsiniz Binəqəddən. 23 illik stajı var, amma onu bilmirəm. 3 illik yazsan yazmayıblar, 19 illik yazıblar. 23 illik stajı var. 19 illik yazıblar. Şu ay gününə baxır, belə bilmirsən. Neçə gün təyin edirsə ona görə bilinir. Mən də getmək istəyirəm. Burada rahat deyiləm. Öz evimə köçmək istəyirəm. Amma yəni əlimdə mənim pul yoxdur da. Bir dəqiqə mənə oradan çox iş görüləsidir. Bax, elə bir bilən kişinin kuxnayla hamın tualetin üstü vurulasıdır. Onun içi tok sistemi getməlidir evin. Işıq sistemi getməlidir, nə bilim. Montajı var bunun. Şpaklovkası var. İşi çoxdur. Yavaş-yavaş. Mən yaza ancaq bəlkə yığışa biləm. Elə belə o da hazır, tam hazır yox. İş çoxdur. Pensiya alana pensiya düşür. Yəqin ki, pensiyasının üstünə yazarlar da. Nə? Deyir ki, pensiya alan adam, xərçəng olan adam pensiya düşür. Deyir, o birisi pensiya. Xərçəngdən olan pensiya. 65 yox. Pensiya alır. Pensiya alır. İndi o xərçəngə görə Hə, pensiya onun üstünə kəsdirər. gələcək Yəqin ki, də. onun üstünə kəsdirər də. Onun üstünə gələrdi yəqin ki. O nədir? Biri var normal pensiya, Bunları yaşlılıq başa salacaq, pensiyası. sərasılacaq. Bir də var ki, xəstəlik pensiyası. Əlavə üstünə gəlir o. Nə dəxli var ki, sən xəstəliyinə görə başqadır, pensiya başqadır. Çox güman ki, onun üstünə gələcəklər. Artırırlar da. Niyə malca İrana getmədiniz? İranın həkimləri gəlir burada məktəb oxuyub, gedirlər orada həkimlik edirlər. Nə olur öz həkimlərimizə? Hə, ikisini bir alırlar, qanun dəyişilir. İkisini deyir ki, ya öz pensiyanı alırsan, ya da ki, əlilliyi alırsan. Elə İkisindən şey birini yox. seçməlisən. Xeyr, elə şey yox. 250. Elə dünya var. İkisindən birini deyir seçməlisən. De, yəqin təzə çıxıb da o. Cəmat bilir. O maaşda elədir, işləyənləri elədir, şey yox. Maaş elədir, pensiya yox. Kilometrəşmə qanun belədir. Deyir, təzə eliflər də yəqin. Bunlar analı bala deyirlər ki, belədir, demək belədir. Belədir. 50 dəfə başa sal ki, elə deyil, belə deyir, yox, elə belədir. Bizim qanundan başımız çıxmır. Bilmirik. Bunu deyirlər da. Ay baş, biz öz qanunlarımızla gedirik. Hə, dədəyin qanunudur. Get. Yəni mən hələ pensiya almağıma çox Birini alırsan deyir. Aydındır. Hansı çoxdur onu alırsın? Hə, olar. Anam da 3 il deyil, xəstəliyi anam neçə ayda? Maydan. May, iyun, avqust, sentyabr, oktyabr, november, 8 aydır. 8-ci aydır. Staja görə. Staj var idi da 19 il, 23 il, 22 il. 3-ünü yazmadılar, 19 yazdılar. O da gətirlər 250 verdilər. Stajı salmadılar. Uşaq 1 milyon 200. Stajı salmadılar. Staj heç baxan yoxdur. Oradan 3 ilini yedilər. İndi biz hələ gedəcək xəstəxanaya, həkimlə məsləhətləşməyə görə şeydir. 3-cü qrupa nə qədər verirlər? Döşünü götürməyənə görə nə deyir? 80 manatdır nədir bilmirəm. Dəyişiklik var, yoxsa yox? Staj 25 il ona. Hə, mən də əslində onu eşitmişdim ki, 25 il olsa 150 deyir. 180. Qalxdı da 180-dir. Bax, əgər sənin pensiyan indi bu döşündə götürülüb də, pensiyan ömürlük eləsən, məsəl üçün, həm də biraz artım olsa, sənin təzədən gedib o işə getməyin heç adı yoxdur. Artırırsan. Yox, əgər evdə oturmaq istəmirsənsə, sıxılırsansa, işə getmək istəyirsənsə, yəqin orada sağ güzəşdə gedərlər demək üçün. Hələ qoy gör pensiya alıram, qoyacaqlar işə. İndi birdən də deyirəm, sən işə gedərsən, pensiyadan imtina edərsən, təzədən işə Hələ deyir ikisindən biri ya maaş ya pensiya. Pensiyadan indi imtina edərsən, sonra orada qalar belə. Arada elə bir qanun çıxmışdı, ya pensiya ya maaş almalısan. 3-cü dərəcə. Deyir alacaq, elə şey yoxdur.
Hə, sonra da dedilər ki, yox. İkinci qrup deyir 50 illik, 10 il sonra ömrü eləyirlər. İndi 3-cü qrup 2-ci dərəcəli pensiya alır. Deyir maaşlarsan pensiyada. Əmək qabiliyyətlidir, dir. Əməliyyat Sol olmuşam döşünü da. götürdülər də, bilmirəm. Demək qabiliyyətlidir, yoxsa qabiliyyətsizdir? Yazın görək. Deyir, onu eləyə bilər. Deyir, işləyə pensiya ala bilər. Qabiliyyətli deyir. Əmək qabiliyyətli. İkinci işləyə bilər. Mən şu həkimdən soruşdum ki, nə ki, mən işimə gedə bilərəm. Dediyini getmişsən ki, nə var ki? Mən də o deməyinə baxmadan, indi qoy götür ona nə deyəcək. Ağır məsəl Yox, üçün də. biz sən Ola bunu bilər. denaşdıra biləcəyik, ona kimi. Qoy görək də indi bu dəfə yəqin ki, uşaqdan Qohumları yığ, bacı, qohumları. Qohum əqrəbası nə yığ. qədər aça biləcək, nə qədər verə biləcək onu Maaşın bilmirəm. pensiya fərqi yoxdur. Sən bura onkoloqa gedəndə denən ki, bəs 52, 53. biz o ayın 15-i denən həkim dolaşır, bizə akıllı başlar yazır. Yoxlanışa gedib yenidən başlayırıq. Görün onda nə deyir? Pensiya ikinci qrupdur, xəstəliyi 3-cü dərəcə. Uşaqlar, hələ bilirsiniz, biz bu boyda politeyin açdırmaqların qabağında 1 manat kartına pul yatmayıb. Deyir vurmuşuq görək. Bunun maaşı nə vaxt keçir? Bir bayramda tez keçməlidir. Keçən ay 10-da Ha, keçmişdi. süd xərci. Dekabr Süd ayının vəzi. 10-da. İndi daha tez keçməlidir. Ya indi bayramdan sonra verəcəklər, yəni indi görək. Görək nə yazıb, nə vurub. Xadimə. Səhv olmayacaq ki. Süpürgəci. Qara deyir. 8. Yox, yağmır. Yağmır. Heç yağış da yağmır. Yaxşıdır, gün, təşəkkür edirəm. Canım özünü görmə. Çox sağ ol. Şua 15 dənə. İnşallah səhər qutarıq. Şu anımızı qutarıq. Başlayım ikinci Soyuq dərəcədə. Yaxşı da olmaz yaxşı sizə. düşmüsünüz üstünə. Ay qız, uşaqlarla, ay qız. Uşaqlarım yox, bir uşağım var, o da evdə. İndiyənə qədər görmüsünüz mənim uşağım Bu səs bərdədə çıxır. də elə pis hava var, uşaqlar, kəsici hava. Soyuqdur, soyuq. Şey qışdır hava da. deyil, belə qancıq havadır. Uşağın ağrısı yoxdur. Uşaq başın üstündə bir dənə yumru bir aparatdır. İşte gedən günüsü gözüm açmadım. Elə dedim o bir aparatlar kimi nəsə bir vahiməli bir şeydir. Da gözümü elə yummuşam, elə yummuşam. Sonra dedim ki gözüm açım görüm başın üstündəki nədir? Baxam ki bir qırıq şeydir. Ağlın gedib o şeyədən, MRT-yə, KT-yə. KT, MRT, vay 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 vay. Emekliyimiz gedəcəyik də başına görə. Yox, yoxdur. İstəyid olanda üstündə, döşün üstündə səpkilər olur. Hı? Səpki var idi sinəndə. Ava. İstidə vaxtda, biləndə. Yox, heç nə. Yox, yox, heç olmuyor. nə. Uşaqlar, sonuncu videomu girib bəyənirsiniz. Son 2 video. Uşaq detomxanada. Bülteyni səhv vurmuşdular. İkinci aydan səhv vurdular. 6-7 aydır ki, bülteyni normal İyun ayından, vurulmadı. iyun Sənəd ayından bir səhvi dənə oldu. səhvə görə yəni bülteyn vurulmurdu. Onun üstünə Gəncə Bərdiyə atırdı, Bərdə də ora, Nazirliyə, elə. İndi deyir vurmuşuq görə, indi də bir səhv çıxması ortada. Şu an yox, ağrısı olmur, halsızlığı olur. Əgər bir nə aya 50 manat olar. Nə? Yox, Bülteyn. bilmirəm, təqiq bilmirəm. Çünki o günlər bir həftə bülteyn açılır. Amma indi ki Yəni, olacaqlar da, indi yəqin ki. Yəni bir 50 manat günə aya hesablasaq. Görək. Nə qədərdir görən uşaqla işə getmirsənsə bu rutin pulu aylıq Maaşı Şey, maaşın yarısı yəqin ki olurdu. olmaz olsa.